Danışacağıq. Ümumiyyətlə bu günə qədər danışdıq əyri xətli hərəkətdən, çevrə üzrə hərəkətdə. Dedik ki, sürət sabit qalır. Amma sürətin istiqaməti dəyişdiyi üçün nə olur? Onun istiqaməti dəyişdiyi üçün artıq mənim sürətim dəyişir. Yəni sürətin modu sabit qalır demişdik. Yəni burada təcilli hərəkət də var. Biz sürət dəyişməsindən, ümumiyyətlə bir yoldan söhbət gedirsə, hərəkət yolundan, biz burada cismin getdiyi yoldan danışacağıq. Eldən yəni danışacağıq. Yer dəyişməsindən danışacağıq. Zamandan hətta danışacağıq. Döndüyü bucaqdan danışacağıq və sürət dəyişməsindən, sürəti dəyişibdir yenə, delta V-dən də danışacağıq. Bu çevrə üzrə hərəkətdə ümumiyyətlə bir dönmə bucağına görə, yəni Phi-yə görə biz istənilən anda, belə deyək ki, periodun hansı hissəsini gedib, yolun hansı hissəsini gedib, ya da ki, yerdəyişmə nəyə bərabərdiniz, rahatlıqla tapa bilərik ki, bir radius verilsə, yerdəyişmə bir dönmə bucağı verilsə, biz yerdəyişməni də tapa bilərik. Və belə deyim, xətti sürətin birini versələr, xətti sürətdə hər hansı bir nöqtəsindəki xətti sürəti də versələr və dönmə bucağını da versələr, sürət dəyişməsini də belə tapa bilərik. Əvvəldən bizə lazım idi ki, sürət dəyişməsini tapmaq istəyiriksə, biz son sürətdən başlanğıc sürəti çıxmalıyıq, eləmi? Amma indi artıq belə deyil. Çünki biz bilirik ki, A nöqtəsində də sürət hərəkət istiqamətində, çevrəyə toxunan istiqamətdə və eyni qiymətdə olur. B nöqtəsində də çevrəyə toxunan istiqamətdə, hərəkət istiqamətində eyni sürətlə hərəkət edir. Yəni normalda mən buradan V-dən V-ni çıxsam 0 almalıdır. Amma istiqamət fərqli olduğu üçün mən artıq burada nəyə baxacağam? Sürətlərin vektorlar anlayışına artıq keçid edəcəm, əvvəldən keçdiyimiz. Artıq burada toplanması və yaxud da çıxılmasından istifadə edəcəm. Daha doğrusu çıxılmasından istifadə edirik sürət dəyişməsində. Çünki V çıxılsın, V 0-dır. Biz artıq, mən keçən dəfə vektorlar dərsində sizə nə demişdim? Demişdim ki, hər hansı bir A vektoru ola bilər və bir dənə də B vektoru ola bilər. Mən bunu A-dan B-ni çıxıb rahatlıqla qiymətini yaza bilmərəm. Vektorlardan istifadə, vektordirsə, vektorial kəmiyyətlisə, həmin kəmiyyəti artıq həndəsə olaraq toplamalıyam. Eyni şəkildə sürət dəyişməsində və yer dəyişmədə də bundan istifadə edəcəyik. İndi, tutaq ki, bizim bir çevrəmiz var. Deyək ki, A nöqtəsindən B nöqtəsinə gəlib. Bizdə burada nəyi verir? Radiusu verməlidir. Radiusu verib. Dönmə bucağını verir. Phi-ni. Bu artıq bu dönmə bucağı ola bilər də, yəni bucaqdır bu. 360 dərəcə ola bilər, 180 dərəcə ola bilər, 60 ola bilər, 90 ola bilər, 220 ola bilər, 300 ola bilər. Çünki bunlar sabit, belə deyim ki, bizim üçün səmərəli olan, bizə verilən, belə deyək ki, bucaqlardır. Hər zaman bunlardan istifadə edirik. Bu dönmə bucağının verilməsinə görə biz zamanını, yəni zamanında tapa bilərik. Ən azından periodu biliriksə zamanı rahat tapa bilərik. Gedilən yolu belə tapa bilərik, çevrənin uzunluğunu biliriksə. Amma dönmə bucağının verildiyi təqdirdə. Demək, deyir ki, A nöqtəsindən yenə B nöqtəsinə gəlir, Phi qədər dönüb. Şərtimizin birində verir ki, Phi nəyə bərabərdir? Phi bölünsün 3. Biliriksə, Phi hansı dərəcəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Phi bölünsün 3 də neçədir? 60 dərəcə. Yəni, desək ki, Phi dərəcəmiz 60 dərəcədirsə, o zaman ümumi periodu zabitən bizə verir. T. Deyir ki, zamanını tapın. Yəni, bu A-dan B-yə hansı zamana gəlir? Biz bilərik ki, ümumi dönəcəyi bucaq, yəni periodumuz nəyə bərabərdir? 360 dərəcəyə. Yəni, bir period ərzində hərəkət eləsə, 360 dərəcə dönəcək. T zamanında əgər 60 dərəcə deyirsə, o zaman hansı 6'da 1 hissəsini tapmalıyıq? Periodun 6'da 1 hissəsini tənasüblə tapırıq ki, deyirik ki, Pi 60 dərəcə dönərsə, ya da ki, Phi-miz Pi bölünsün 3 dərəcə dönərsə, o zaman zaman ümumi periodun 6'da 1 hissəsinə bərabərdir. Aydındır bu? Bəli. Aha, bu 6'da 1'i tapdım. Periyodun, yəni sizə bunu belə də verə bilər. Pi bölünsün 3'ə qədər də verə bilər. Delta T bərabərdir 6'da 1 periyod da verə bilər. Siz biləcəksiniz ki, bu 6'da 1'dirsə demək
pi bölünsün 3 qədər dönüb. Ya da 60 dərəcə dönüb. Deyir ki, bəs delta L var burada. Delta L deyirəm, bağışlayın. L uzunluğunda dönüb. Bu xəttin uzunluğunu istəyər. L uzunluğunda dönübsə əgər, deyir ki, ümumi yolun neçə hissəsini? Mən bilirəm ki, ümumi yol L0'dırsa, bu bunun 6'da 1 hissəsi qədər dönüb də L0'ın. O zaman ümumi yolun 6'da 1'inə bərabər olar. Ümumi yol, daha doğrusu ümumi çevrənin uzunluğu nəyə bərabərdir? 2 pi-yerə bərabər deyil. O zaman 2 pi-yeri nəyə vururam? 6'da 1'ə. O zaman alınır ki, pi-yer bölünsün 3. Bax, sizə verə bilər, deyirlər ki, pi bölünsün 3'dür. Gedilən yolu tap. O zaman nə edirsən? Pi bölünsün 3 düsturundan istifadə edirsən. Sonra gəlir yer dəyişmə. Yer dəyişməyə baxanda artıq, hətta biraz daha yaxınlaşdırım. Silim, sonra yaxınlaşdırım. Aha. Yer dəyişməyə baxanda. Yer dəyişmə nə idi? Başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçası. Başlanğıc haradır? A nöqtəsi. Son haradır? B nöqtəsi. A ilə B-ni birləşdirən düz xətti hansıdır? S vektoru. Buradan gördüyünüz S vektoru. Baxın. Qıraqda bir dənə üçbucaq çəkirəm. Hətta bunu görün, burada üçbucaq varsa, üçbucaq yoxdur. Nəysə, bununla çəkim. Bu olsun 1. Bu olsun. Olmadı. Bu olsun 1. 2. Neyse, üçbucağa oxşadmış kimi başa düşün. Yox, xoşum gəlmədi. Bir dəqiqə. Biraz balacalaşdırım. Bu artıq başa salacağım bir riyaziyyat. Bu mənim üçbucağımdır. Deyirəm ki, bu üçbucağın bu iki tərəfi, bu olsun fi bucağı. Bunu deyirəm 60 dərəcədir. Burada R-dir, bu tərəf də R-dir. Mən bilirəm ki, bu iki tərəf bir-birinə bərabərdirsə, demək digər bucaqlar da bir-birinə bərabər olmalıdır, eləmi? Ümumiyyətlə, bura x-dırsa, bilirik ki, üçbucaqların daxili bucaqların cəmi nəyə bərabərdir? 180-ə bərabərdir. Demək, bütün bucaqlar 60 dərəcədir ki, bunların cəmi 180-ə bərabərdir. O zaman mən deyirəm ki, bütün bucaqlar nədir? 60 dərəcədir. O zaman 60 dərəcə olarsa, demək, bu bərabər tərəfli üçbucaqdır ki, 60 dərəcəyə bərabərdir. Bütün tərəfləri nəyə bərabərdir? R-ə. İndi, bir dəqiqə. Bunu bir də yaxınlaşdırım. Aha. İndi mən bilirəm ki, bura 60'dır. Demək, bu bucaqlar da 60 olacaq. Bu tərəf R-dir, bu tərəf R-dirsə, demək, mənim S-im də R-dir ki, bu bərabər tərəfli üçbucaqdır. Mən buradan tapıram ki, yer dəyişməm nəyə bərabərdir? Radiusa bərabərdir. Yəni, radius qədər yerini dəyişdirib. Amma hansı dərəcədə? Pi bölünsün 3 dərəcədə, yəni 60 dərəcədə. Yadda qalar bu. Bəli. Yaxşı. İndi nədən danışmaq istəyirəm? Sürət dəyişməsindən danışmaq istəyirəm. Düz, burada sürət dəyişməsini sonradan izah edeyim. Amma mən yenə üstündə bir-bir izah edəyək getmək istəyirəm. Sürət dəyişməsi nədir? V çıxılsın V0, delta V, eləmi? Bax, A nöqtəsində mən V-nin istiqamətini çəkirəm. Çevrəyə toxunan. B nöqtəsində də çəkirəm. Çevrəyə toxunan V, eləmi? Mən nəyi tapmalıyam? Delta V-ni da. Delta V nədir? 1V-dən, VA-dan, yəni belə lap yazın, VB-ni çıxmalıyam. Mən dedim axı, bunu rəqəmlərini toplayıb çıxmaq lazım deyil. Yəni, çünki vektorial kəmiyyətlərdir. Artıq vektorlar qaydasına keçid eləməliyəm. Mən burada vektorların çıxılma qaydasına gətirib keçid edəcəm. Vektorların çıxılma qaydasında nə edirdi? Deyirdim ki, iki təpədən nə edirdim? Bir tərəfə birləşdirim. Gətirirəm bu hissəni, tutaq ki, B nöqtəsinə gətirirəm. Bura oldu VB. Bu da oldu VA. Eləmi? Mən buradan VA-dan VB-ni çıxmaq üçün nə etməliyəm? Artıq bunu üçbucağa tamamlamalıyam da.
Oldu mu sənə ikinci tərəf? Bax, bu üçüncü, daha doğrusu üçüncü tərəf. Bu üçüncü tərəf bizə verməlidir delta V-ni. Çünki vektorlar qaydasında, çıxılması qaydasında belə keçmişdik. İndi mən oxşar üçbucaqlarda, ümumiyyətlə bu tərəflər bir-birinə VB ilə VA bir-birinə bərabərdir. Çünki ikisi də V-yə bərabərdir. İndi gətirib burada da bir üçbucağım var idi axı bayaqlarımı yer dəyişmədə. Bu da R-ə bərabərdir. Mən buradan çıxardıram ki, bu üçbucaqlar oxşar üçbucaqlardır. O zaman B təpəsindən çıxan, belə deyək ki, dərəcəm də fi bucağı dərəcədə qədər dönsə, demək mən buradan artıq alıram ki, bütün bucaqlar nəyə bərabərdir? 60 dərəcəyə, yəni fiyə bərabərdir. O zaman rahatlıqla deyə bilərəm ki, bu yeni qurduğum üçbucaq nədir? Bərabər tərəfli üçbucaqdır. İndi bir dənə silim, rahatlıq olsun gözünüzün önündə. Mən hər iki tərəfə, burada V demişəm, burada V demişəm. Və deyirəm ki, bu üçbucaqlar bərabər tərəflidir. O zaman sonuncu aldığım tərəf də nəyə bərabərdir? V-yə. Yəni mənim delta V-im nəyə bərabərdir? Elə xətti sürətin özünə. Bax, bu bir şərtdir. Bunu yadınızdan çıxartmayın. Bu əsas yadınızda qalması olan bu qırmızı ilə işarələdiklərimdir. Əgər pi bölünsün 3 dərəcə deyirsə və yaxud ki 60 dərəcə və yaxud ki zamanın 6'da 1 hissəsi kimi də verə bilər sizə. O zaman bilməlisiniz ki, yer dəyişmə radiusun özünə bərabərdir. Sürət dəyişməsi də xətti sürətin, yəni V-nin özünə bərabərdir. Bu biraz elə ki, bu şəkildə yazıb, çıxardıb, yadınızda saxlayıb, əzbərləyəcəyiniz bir şeydir. Başqa bir şey yoxdur. İndi mən sizə ataram, onun qrafiki də var. Qrafikin formasında da cədvəl şəklində də var, cədvəl şəklində də əzbərləyərsiniz. Ataram qrupa. Yaxşıdırmı? Aydın olmayan nəsə var? Mənə yox. Məhəmməd, aydındır hər şey? Bəli. Bax, gətirib burada 60 dərəcədir. Burada da 300 dərəcə döndərib. A-dan C-yə gəlib. 300 dərəcə dönüb. Bax, A-dan C-yə, bu ne burada qalıb? Aha. A-dan C-yə 300 dərəcədə dönüb. Yəni 5 pi bölünsün 3 dərəcədə dönüb. O zaman bilirəm ki, ümumi 6'da 1 hissəsini bayaqlarım dönmüşdür. Yəni, çünki bu hissə 6'da 1 hissəsidir. Kənar hissəsi nədir? 6'dan 5 hissəsi. Demək, zaman periyodun 6'dan 5 hissəsinə bərabərdir. O zaman çevrənin uzunluğu da getdiyi yolun uzunluğu da. Yəni, A-dan C-yə qədər olan qövsün uzunluğu deyək. Nəyə bərabər olacaq? Ümumi çevrənin 6'da 5 hissəsinə. O zaman gətirib yerinə qoyuram 2 piyeri. Alıram ki, getdiyi yol nəyə bərabərdir? 2 piyer bölünsün 3. Sonra gəlirəm yer dəyişməyə baxıram. Yer dəyişmə çox rahat. Görürəm ki, yenə yer dəyişmə nədir? Başlanğıcla sonu birləşdirəm. Başlanğıc A nöqtəsidir, sonda C nöqtəsidir. Artıq bu istiqamətdə deyil, bu istiqamətdə baxıram. Bu xəttin uzunluğu mənə lazımdır. Dəyişməyən bunlar olacaq. Yenə görürəm ki, bura 60 dərəcədir. Bayaqçı kimi görürəm ki, yenə nə alındı? Bərabər tərəfli üçbucaq. Demək, yenə deyirəm, yer dəyişməm R-ə. Yenə hesablasam delta V-imdə nəyə bərabər olacaq? V-nin özünə. Sizə kiçik bir əzbərləmə nüansı. S nə? Yer dəyişmə nə olacaqsa, məsələn, 1 vurasın R-də da, delta V-də həmin kəmiyyətə vurulacaq. Digər dərəcələrdə görəcəksiniz. Yəni, bu R-dir, bu da sadə V olacaq. Yadda qalandı? Bəli. Yaxşı. Keçək digər səhifəyə. Aha, gəlib burada artıq pi bölünsün 2 dərəcə dönür. Yəni 90 dərəcə. 90 dərəcə dönəndə bura R, bura R'dir. Ümumiyyətlə bu yolun ümumi 4'dən 1 hissəsini getmiş olur zamanın. Deyirəm, periyodun 4'dən 1'ini tapıram. Yolun da 4'dən 1'ini tapıram. Gətirib yerinə qoyuram. Deyirəm, yol nə qədər yol gedib, daha doğrusu yer dəyişmənin 4'dən 1. Yer dəyişmə deyirəm, bağışlayın. Ümumi çevrənin 4'dən 1 hissəsini tapıram. O zaman gətirib yerinə qoyanda nə olur? Piyer bölünsün 2. İxtisar gedir, qalır piyer bölünsün 2. Gəldirəm, indi bizim üçün lazım olan əsas, yəni sizə düşəcək əsas hissə yer dəyişmə və sürət dəyişməsi. Baxın, yer dəyişməni tapmaq istəyirəm. Neyinirəm? Bax, bura R, bura 90 dərəcədir, bura R'dir, bura R'dir. Mən bu tərəfi tapmaq üçün bir dənə üçbucaq yaranmayıb burada. Pifaqor teoremi ilə üçbucağı taparam. R-in kvadratı, üstə gəl R-in kvadratı kök altında. O deyir, R kök altında 2.
Demək, mənim yer dəyişməm nəyə bərabər olacaq? R kökətdə 2. Bax, bu S-in uzunluğunu tapmaq istədim. Tapdım. Eyni şəkildə sürəti də tapmaq istəsəm, yenə şəklini istəsəz yenə bir reysdə çəkək. Digərlərində artıq ehtiyac olmayacaq çünki. Yenə mən gətirəm A nöqtəsində istiqamət çəkirəm, D nöqtəsində istiqamət çəkirəm. Burada V-dir, burada V-dir. A-nı gətirəm bura, buranı V-yə. Neynirəm? Delta V-ni tapmaq istəyirəm də. Delta V nədir? V-A-dan V-D-ni çıxmaq. V-A artıq çıxıb, V-dən V-ni çıxmayacam. Neyniyəcəm? Çıxma qaydasından, vektorların çıxılması qaydasından istifadə edəcəm. Və neynirəm? İstiqaməti də bu tərəfə qoyuram. Deyirəm ki, bu yaratdığım, hətta bunu mən başqa rənglə çəkim, seçilsin. Bax, bu vektor deyirəm ki, mənim delta V-mə bərabərdir. Mən də buradan yenə kök 6 ilə nə ilə tapacam? Yenə kök 6 ilə tapacam. Çünki düzbucaqlı 3 bucaq aldım axı burada. Delta V, daha sonra V-nin kvadratı çıxılsın. Daha sonra üstə gəlinsin V-nin kvadratı. Buradan da alıram ki, V kök altında. V kök altında 2. Bax, yenə bax, bayaqlarımda alanda R-i nəyə vurdum? Kök altda 2-yə. Eyni şəkildə V-ni də kök altda 2-yə vurdum. Yəni bir dənə S-i yadınızda saxlasaz, V-ni də yadınızda saxlayın. Sürət dəyişməsini də yadınızda saxlayacaqsınız. Aydındır? Keçək digərinə, digər dərəcəyə. Burada artıq 270 dərəcə dönüb.